Dostoyevskini belə ağız dolusu tərifləyir. Düzdür, dərin fikirləri var belə. Ancaq deyilən qədərdirmi? Hədəfi, proqramı, planı olmayan insan kimsə planında, proqramında yer alar. Sizcə Facebook pulsuzdur? Sizə elə gəlir pulsuz. Pulsuz deyil. Ömrün gedir. Sən əlvə qələmi götürdünsə, sənin üzərində böyük bir mənəvi məsuliyyət var. Və oxucu artıq səni yazıcı və müəllim kimi görür. Həm kitabı yazan, həm kitabı oxuyan sual verməlidir ki, mən niyə bu kitabı yazıram ümumiyyətlə? Nə istəyirəm? Hara aparam insanları? Ola bilər mənim bir dənə cümləmlə bir insan həyatı müsbət mənada cərəyan eləyə bilər, hətta intihar da eləyə bilər. 500 səhifə yazmamısan, 400 səhifəsini sil də, əzizim. Təzə sözün yoxdur axı sənin. Gələcəyimizi qurmalıyıq. Vay dədə, bu cümlələrdən nə qədər istəsən deyim sənin üçün. Çoxlu kitab və pərakəndə kitab oxumaq insanı inkişaf elətdirir, yoxsa hədəfli kitab oxumaq, bir məqsədyönlü kitab oxumaq insanı inkişaf elətdirir? O bəziləri deyir, didaktikadan danışma. Sən nə qədər didaktikadan danışmasan da belə, bu yeməkdir. Sən bunu oxuyursansa, sən bunu yeyirsən. Sən mənə qulaq asırsansa, sən bu dəqiqə mənim sənə verdiyim qidanı yeyirsən. Allahın ədalət məhkəməsindən qorxmamalısanmı? Qorxmamalısan ki, etdiyin zülmlərin nəticəsində Allah həyatı cəhənnəmə çevirər. Bundan qorxmamalısan. Dünyanın ən çətin işi cəmaata xitab eləməkdir. Ən çətin işi. Psixoloq olmalısan, sosioloq olmalısan, insan şünas olmalısan. Təəssüf olsun ki, Azərbaycanda bu gün ən asan işə çeviriblər bunu. Salam əziz izləyicilərimiz, hər birinizi xoş gördük yenidən ortaq nöqtə verilişimizdə. Dəyərli qonaqlarımızı salamlayıram, hər biriniz xoş gəlmisiniz. İnşallah uğurlu olar bugünkü verilişimizdə. Və bildiyiniz kimi yenə də kitab hədiyyələrimiz var. Mən onları elan edeyim, inşallah ondan sonra davam edəyək mövzumuza. Elvin Şükürov bizdən Rövşən müəllimin Qorxular adlı kitabını hədiyyə qazanır. Əzadə Arı Hüseyn adlı izləyicimiz isə Mail müəllimin Din fəlsəfəsi kitabını və Cəbrailova adlı izləyicimiz isə ilahiyyatçı Hacı Ramil Bədəovun Özün Həqiqəti kitabını bizdən hədiyyə qazanır. Kitab mövzusunda danışırdıq. Bəzi suallarımız, bəzi mövzular qalıb. İnşallah onu bugün davam edərik. Bugün informasiya bizi hər tərəfdən əhatə eləyib bildiyimiz kimi və insanlar da bu informasiyalara çox rahat şəkildə, yəni evdə oturaraq informasiya insanların əlinə gəlib çatır. Və bu bilikləri insanlar adətən təhlil eləmirlər və təhlil etmədən də insanların əqidəsinə çevrilir, anlayışına çevrilir. Yəni, məlumatın çoxluğu insanlarda bildiyini arxayınlıq yaradır. Halbuki, mən düşünürəm ki, pərakəndə məlumatlar bir dəzgahın, bir maşının detalları kimi bir-biri ilə əlaqələndirib qurulmayanda heç bir şey yaramır. Yəni, nə o maşın qabağa gedə bilər, nə dəzgah işləyə bilər, bu qurğular, belə deyək də, detallar ayrı-ayrı yerdə varsa, əgər bir-biri ilə əlaqələndirilib, bir istiqamətə, hərəkətə keçmirsə. Bu məlumatlarla bağlı belədir ki, bugünkü gündə bu məlumatları, düşüncələri görür. Bəs kitablarla bağlı necədir? Yəni, çoxlu kitab və pərakəndə kitab oxumaq insanı inkişaf elətdirir, yoxsa hədəfli kitab oxumaq, bir məqsədyönlü kitab oxumaq insanı inkişaf elətdirir? Yaxşı. Qəşəng sualdır. Yaxşı sual. Buyurun. Kim başlayır buyursun? Ümumiyyətlə, yəni pərakəndə kitab oxumağı tövsiyə eləmirik. Çünki bizim o qədər çox vaxtımız yoxdur ki, sən bütün kitabları oxuyasan və bütün kitaba vaxt ayıracaq qədər də bizim boş vaxtımız yoxdur. Ona görə bir seçici davranmaq lazımdır və kitab oxuyan zaman ilk olaraq öz hədəfi müəyyən eləməlisən. Sən kitab nəyə görə oxuyursan? Əgər əyləncə üçün oxuyursansa, ona uyğun kitablar var. Sən artıq psixoloji roman oxuya bilməyəcəksən. Sən publisistik əsər oxuya bilməyəcəksən. Çünki bu əyləncə hədəfinə uyğun gəlmir. Yox, əgər fərdi inkişafdırsa, bu hədəfə uyğun artıq sən aidiyyatı kitablara müraciət edəcəksən. Yəni, ilk olaraq biz tövsiyə edirik ki, oxucu özü üçün hədəfi müəyyən eləsin. Sən kitabı nəyə görə oxuyursan? Öncə bu. Bunu təyin eləyəndən sonra 80% kitablar sənin beynindən çıxacaq kənara, qalacaq 20% kitablar. İkinci məsələ, o 20% üçün digər kriteri də sənə faydalı olacaq, səni inkişaf etdirəcək əsərlərin oxunmasıdır. Və bu kitabı sən oxuyandan sonra əvvəlki halınla sonraki halın arasında bir dəyişiklik olmalıdır. Bu kitab sənə nəyisə verməlidir. Səndə hansısa bir görmədiyin tərəfləri, o kor bucaqları sənə
körküncüləri sənə göstərməlidir. Bu kitab əgər belə bir təsiri varsa, bəli, o kitabı sən oxuyacaqsan. Ədəbiyyatda belə bir mövzu var. Ümumiyyətlə deyirlər ki, bədii ədəbiyyatın mesajı var, yoxsa yox. Yəni bir yazıçı əgər sırf o katarsis üçün, ürəyini boşaltmaq üçün Kafka kimi yazırsa, bu əsər bədii ədəbiyyat sayıla bilər, yoxsa yox. Bir yazıçının üzərində bir məsuliyyət var, yoxsa yox. Və yaxud da ki, mən bir əsər yazıram, bu əsər cəmiyyətə mənfi təsir edir, cəmiyyət özü bilərdi, ağıl olardı, təsir altına düşməzdi. Mənim bir yazıcı olaraq elə bir vəzifəm yoxdur ki, mən cəmiyyət haqqında düşünüm, oxucu haqqında düşünüm. Və yaxud da mən bir yazıcı olaraq burada ən primitiv, ən mənasız, ən zərərli mövzulardan danışa bilərəm. Mənim elə bir mənəvi məsuliyyətim yoxdur ki, mən burada hansısa əxlaqi prinsiplərə riayət edeyim, hansı bir mövzuda araşdırım. Ümumiyyətlə, heç araşdırmaq da mənim vəzifəm deyil. Ola bilsin ki, bu kəm biliyimlə ən dərin fəlsəfi mövzularda böyük iddialar eləyə bilərəm. Ağlın olsun, kitabımı alıb oxuma. Get, daha düzgün kimi bilirsənsə onu oxu. Əgər oxudun, mənim orada verdiyim yanlış informasiyanı, həyatın dağıldı və yaxud da ki, yanlış nəticələrə gəlib çıxdı, mənim yaxamdan tuta bilməzsən. Və yaxud da deyə bilməzsən ki, bilmədiyin mövzuda niyə yazırsan? Mənim heç bir məsuliyyətim yoxdur. Götürüb bunu yazmışam. Eyni sosial şəbəkələrdə paylaşılan tekstlər kimidir. Bir belə düşünənlər var bədii ədəbiyyatda və həmişə də günümüzdə aktualdır. Ölkəmizdə də ədəbiyyatçılar arasında müzakirə olunur, dünya arenasında da bu fikir qabardılır. İkinci düşüncəyə malik olan insanlar, onlar deyirlər ki, yox, belə deyil. Sən əl və qələmi götürdünsə, sənin üzərində böyük bir mənəvi məsuliyyət var. Və oxucu artıq səni yazıcı və müəllim kimi görür. Sən bir dənə sinfə gəlmirsən, səni müəllim kimi təqdim edə bilər, sən orada auditoriyada danışırsan və artıq sənin üzərində mənəvi bir məsuliyyət var. Sən deyə bilməzsən ki, bu mövzunu mən bilmirəm, nə gəldi danışıram. Uşaqlar onu götürüb qeyd edir axı. Deməli, səni müəllim mövqeyində görürlər, yazıçını da o cür görürlər. Məsələn, mən ikinci düşüncənin tərəfindəyəm və mənə görə yazıçılıq övlad dünyaya gətirmək kimi bir şeydir. Heç bir kəsin üzərində nə hüquqi, nə mənəvi, nə dini belə bir məsuliyyət yoxdur ki, övlad sahibi ol. Yəni, bir insan ailə həyatı qurub, övladı da yoxdur. Kimsə onun yaxasından tuta bilər ki, sən niyə uşağın sənin olmur? Heç istəmirəm, mənim belə bir məsuliyyətim yoxdur. Yox, əgər sən övlad sahibi oldunsa, artıq sən uşağın tərbiyəsi ilə məşğul olmalısan. Sən onun mənəvi tərbiyəsi ilə məşğul ol, ona təhsil verməlisən və digər öhdəliklər gəlir sənin üzərinə. Və yaxud da ki, sən evlənmək deyilən bizim boynumuzda məsuliyyət yoxdur. Əgər sən ailə həyatı qurdunsa, əvvəlki həyat tərzində bir dəyişiklik etməlisən. İstədiyin kimi evə gələsən, istədiyin kimi gedəsən. Artıq sənin çiyinlərin üzərində digər ikinci bir şəxsin də məsuliyyəti var. Mən yazıçılığa bu cür baxıram. Bu qələmi əlvə götürmə. Heç kəs sənə bunu məcbur eləmir ki. Yox, əgər əlvə bu qələmi götürdünsə, yazdığın mövzunun təsirləri barəsində sən məsuliyyət daşıyırsan, mənəvi məsuliyyəti var. Mən dini məsuliyyətlərə girmirəm. Dində məsələ tam aydındır. Sənin sözlərin, davranışın, baxışın belə mənəvi məsuliyyəti var və bunun bir axirəvi, dünyəvi qarşılığı var. Deməli, yazıçının da belə bir məsuliyyəti var və yazdığın mövzu dərin olmalıdır. Psixoloji mövzu olaraq, fəlsəfi olaraq orada dərinlik olmalıdır. Yox, əgər bu yoxdursa və bunun da mənfi təsirləri varsa, sən artıq burada məsuliyyət altındasan. Bu cür belə bunun əksini deyən yazıçılar da var. Onları mən daha çox necə görürəm? Yəni, öz mətnlərinin dayazlığına bir bəraət qazandırırlar. Və çox təəssüflər olsun ki, dünyada ədəbiyyat maşını bəzən uyğunsuz insanı o qədər belə şişirdir, qabardır ki, artıq ona pir kimi baxırlar və o istər-istəməz onun sözlərini sitat olaraq istifadə edirlər. İnsanlar bir öz kurslarını seçirlər onların sözləri ilə. Məsələn, dünya ədəbiyyatında tanınmış simalardan biri Şekspirdir. Şekspir deyirlər ki, dramaturgiyanın bu banisidir, bu sütunudur, fundamentidir. Və bütün başdan tutma universitetlərdə filoloqlar, yazıçılar, lingvistlər, bunlar mütləq olaraq bir Şekspirə müraciət edirlər və adam da bir 30-dan çox bunun əsərləri var. Məsələn, onların içində Kral Lear, məsələn, pik sayılır, Hamletdir, Macbethdir.
Məsələn, bu əsərlər Şekspir dühasının deyirlər məhsuludur. Ancaq sən Şekspirin əsərlərini oxusan, bu prizmanı qoysan kənara, o dahili, o təbliğat düşüncəsini qoysan kənara, sən orada elə ciddi bir belə dərinlik də tapa bilməzsən. Hətta orada olan bəzi dialoqlarda ədəbi nöqteyi nəzərdən sən rahat bir şəkildə irad da tuta bilərsən. Lev Tolstoyun bir oçerki var Şekspirin yaradıcılığı barəsində. Adam deyir ki, Şekspiri o qədər bizə belə dahi bir dramaturq kimi təqdim ediblər ki, bu pirdir də. Mən deyir, gənc yaşlarımda bunu oxudum. Bunun deyir, bütün əsərlərini oxudum. Baxıb gördüm ki, o dərinlik burada yoxdur. Hətta deyir, orada bəzi dialoqlar var. Mən dialoqlara baxdım, gördüm bu personajın xarakterinə uyğun gəlmir. Yəni, məsələn, mən burada bu dəqiqə sizinlə söhbət eləyirəm. Siz mənə xəbər verirsiniz ki, sənin maşının üstünə yuxarıdan böyük bir dənə, məsələn, daş düşüb, maşının darmadağın olub. Ona uyğun mənim bir reaksiyam var da. Əgər mən belə sakit durub uzun bir monoloq burada deyirəmsə, deyirlər ki, bu vəziyyətə uyğun danışmır. Tolstoy deyir ki, Şekspirin personajları vəziyyətə uyğun danışmır. Məsələn, atası ölüb orada keçirdiyi hisslər ona uyğun deyil. Və yaxud da orada uzun danışa bilməz, orada uzun danışır. Bəzi yer var, sən danışmalı deyilsən, faciənin ağırlığından susmalısan. Adam susmur orada, bir də görürsən ki, elə bil ki, mühazirə eləyir orada. Deyir ki, heç uyğun gəlmir. Deyir, üstündən bir müddət keçdi. Dedim, ola bilməz də. Necə oldu? Bütün dünya Şekspirin ətəyindən tutub. Mən, bəlkə nəsə məndədir də problem. Deyir, 75, indi bu oçerki yazanda 75 yaşı var. Deyir, mənim indi 75 yaşım var. Bu oçerki yazmamışdan əvvəl dedim ki, bir dənə Şekspirin yaradıcılığına yenidən müraciət edin. Bəlkə bu ahıl yaşlarımda orada olan dərinliyi mən anladım. Deyir, təzədən müraciət elədim. Bütün əsərlərini başdan tutma oxudum və baxıb gördüm ki, əvvəlki fikrimdə nəinki qaldım, içimdə bir dənə bir ikrah hissi yarandı bunun əsərlərinə və anladım ki, adam mənəviyyatdan da uzaqdır. Və belə bir fikri var, deyir ki, Şekspiri oxuyan insan yaxşı və pisi duyma qabiliyyətini itirər. Yəni, orada sənə verilən o istiqamət səni daxili kompasını zədələyər. Və ondan sonra o çerkdə başlayır tənqidi səbəbləri başlayır açıqlamağa. Yəni, birinci baxışdan, əvvəldə dediyim iki baxış dedim. Birinci baxışdan ola bilsin ki, Şekspir dahidir. Ancaq ikinci baxışdan baxsan, burada ciddi bir ədəbiyyata yenidən bir restavrasiya eləmək lazımdır. Reformlar aparmaq lazımdır. Yaxşı pis kateqoriyasına baxsan, bir çox dahi sayılan ədəbiyyat nümunələrini sən atacaqsan kənara. Bəzən də olur, biri deyir ki, filan əsər möhtəşəmdir, filan yazıcı dahidir. Bax, sadə bir dənə sualla bütün sehri onun beynindən darmadağın eləyirsən. Deyirsən ki, onun dahiliyini göstərən bir dənə fikrinidir. Neçə adamlara, bax bu sözü demişəm, adam elə bil ki, 220 dərəcəli bir dənə cərəyan vermirsən bədəninə. Adam özü də düşünür və fikirləşir, doğrudan o Şekspirdə dahiliyi nədir? Və yaxud da ki, deyirsən ki, Dostoyevskini belə ağız dolusu tərifləyir, düzdür, dərin fikirləri var belə, ancaq deyilən qədərdirmi? Hamıda nəsə yaxşı fikirlər ola bilər. Orta statistik dərinlikli fikirdən də biraz yuxarı ola bilər. Ancaq 100-100-dürmü? 80-i bəzən 100 eləyirik. Bu sözü deyəndə adam düşünür, beyninə bir dənə də bir şey gəlmir. Ən yaxşı variantda deyir, unutmuşam. Belə bir ifadə var, unudulmuş elm yox kimi bir şeydir də. Əgər bir şey unutmusansa, onunla bağlı hisslərin də əsassız deyil də, o fakt deyil də. Ona görə burada indi bir neçə mövzulara toxunduq. Hamısı da ondan gəldi ki, bədii ədəbiyyatda meyar olmalıdır. Bir, bu meyar əsasında oxucu düzgün kitabları seçməlidir. Hər kitabı biz oxuya bilmərik. Bəzi kitablar zəhərli kitablardır, düşüncəvi zəhərləyir, hissləri zəhərləyir və kitab oxucunu dəyişməlidir, cəmiyyəti dəyişməlidir. Yazıçının üzərində böyük bir mesaj var. İnsan danışdığı sözə diqqət eləməlidir, yazdığı mətnə diqqət eləməlidir. Təşəkkürlər. Buyurun, buyurun. Yenə də açılar səhər qəfildən, yenə də sökülər qızıl dan yeri. Bütün yer üzünün hər tərəfindən görünər dünyanın sən olan yeri. Bu romantik şeirdir. Mövzumuza aid deyil, amma nəsə ismindən gəldi. Demək, keçən dəfə yaxşı kitabın, mən sizin sualınıza mən cavab verəcəm. O pərakəndəlik, konkretlik, hansı istiqamətdə kitab oxuyaq. Ondan əvvəl o 6 xüsusiyyət var mənə görə. Yaxşı kitabın 6 xüsusiyyəti var. Onu sadalayım.
Keçən dəfə 3-ün dedim mən. Aktual olmalıdır mövzu. İkinci, məhsuldar olmalıdır. Faydalı məhsuldar olmalıdır. Məhsuldar bizim ustadlardan biri deyir ki, bəzi 500 səhifəli kitabın 50 səhifə materialı var. Qalan Bəli. 450 səhifəni dartıb. Onu yığ, elə 50 səhifədə ver. Məhsuldar. Hə. Ümumi sözlər yox. Hər cümlənin bir mesajı olmalıdır, yükü olmalıdır, informasiyası olmalıdır. Bu gözəldir. Üçüncü, konkret olmalıdır. Lakonik, konkret. Bunları dedim. Dördüncü xüsusiyyət mənə görə elmi olmalıdır, dəqiq elmi. İndi bu bədii ədəbiyyata aid deyil. Misal üçün, psixologiya, politologiya, sosiologiya, digər sahələr. Fəlsəfə, tip, hüquq, tarix. Elmi olmalıdır. İstər məqalə, istər kitab. Psixoloqlar belə deyirlər. O, danışıqda gedə bilər. Danışıqda. Amma kitabda o hansı psixoloq deyib? Əzizim, kim deyib, harada deyib, hansı kitabında deyib? Üstünad elə. Sosioloqlar belə deyirlər. Ümumi söhbətlər. İndi baxın, Azərbaycan deməli segmentində Google-da axtarış verin. Hətta elmi məqalələrin çoxu bu səpişdədir. Elmlər Akademiyasında yazılıb, görsən məqalə bu səpişdə. Nə bilim, tarixçilərin fikrinə görə, əzizim, bu düzgün cümlə deyil. Konkretləşməlidir. Bəli, elmi əsasla nə deyirsənsə onu istinad. Elə falan kitabdan mən deyirəm bunu. Və yaxud istinad eləyirsən, sonra öz təhlilindirsə, o başqa bir şey. Bu da dördüncü xüsusiyyət. Beşinci xüsusiyyət. Bu, biraz qəribə səslənə bilər müasir dövrdə, amma dönə-dönə mən demişəm müxtəlif yerlərdə. Dale Carnegie deyir ki, mən New Yorkda yazı dərsinə gedirdik. Bir jurnal baş redaktoru bizə yazı dərsi deyirdi, yazı texnikaları deyir ki, masamın üstündə yüzlərlə hekayə yazı var, göndəriblər jurnalda çap olsun. Deyir, çoxunun da mən müəllifini tanımıram. Amma tanımadığım müəlliflərin götürürəm hekayəsini, publisistik yazısını oxuyuram. İlk cümlələrdən mən bilirəm ki, müəllif oxucusunu sevir, yoxsa sevmir. Bu başqa bir şeydir. Qəşəng. Müəllif oxucusunu sevirsə, onu incitməməlidir. Adam sevdiyini niyə incitsin ki? Adam sevdiyinə sığal çəkər də, düzdürmü? Yoxsa, mən əziyyət verirəm. Yox, mən onu sevirəm. Əzizim, özü aldatma. Hardan bilinir müəllif oxucusuna sığal çəkir, onu incitmir? Həmən o xüsusiyyətlərlə. Yekəxanalıq yoxdur. Mən dərhal hiss edirəm bunu. Dərhal hiss edirəm ki, bu adam müəllif oxucusunu düşünür. Çox uzatmır, konkret danışır, aktual danışır, elə bil sığal çəkir ona. Sığal çəkir. Və yaxud mən bunu ana və az yaşlı körpə uşağın yemək o məsələsindəki münasibətinə bənzədirəm. Sanki ana həmən müəllifdir, o uşaq da oxucudur. Uşaq necə ki, ağzını yana çevirir, belə, yeməkdən imtina edir, ana məcbur eləmir artıq onu. Doyub artıq. Uşağın doymağının, bax, müəllif elə bir hissiyat olmalıdır, empatiya qurmalıdır oxucu ilə. Bu dəhşətli bir məsələdir. Onu eləsə, nə qədər 500 səhifə yazmamsan, 400 səhifəsini sil də, əzizim. Təzə sözün yoxdur axı sənin. Ümumi cümlələrdən biz gələcəyimizi qurmalıyıq. Vay dədə, bu cümlələrdən nə qədər istəyirsən deyim sənin üçün. Müəllim, çünki ikinci kitabı yazmaq birincidən daha çətindir və ikinci üçün bu öz informasiyalarını yeniləməlidir, öz düşüncəsinə nəsə artırmalıdır. Məsələn, Xalid Hüseynin əsərləri haqqında deyirlər ki, bütün bunun yaradıcılığı ilə tanış olmaq üçün 1-2 kitabı kifayətdir. Ay, sağ ol. 3-ü 4 qalanları artıq bunun təkrarıdır. Bəzi orator, natik, bəzi yerlərdə hiss eləyir ki, burada pafosun yeri var. Hiss eləyir onu. O hiss eləyir. Orada yeri var, 2-3 cümlə pafos. Getdin. Amma söz hamısı, kitab hamısı pafosdan ibarət olmamalıdır. Gedir, 30 səhifə, 40 səhifə pafos gəlir. Bu da 4-cü, 5-ci məsələ, 6-cı. 6-cı məsələ nədir? Demək, bir neçə günü bu barədə düşündürəm. Baxın, tədqiqatçılar deyir ki, 17-ci əsrə qədər
İnsanın bir hüququ var, bir vəzifələri də. Mənim bir hüquqlarım var insan olaraq, bir də vəzifələrim var. Hüquqlar bölməsində mən tələb edirəm. Bu mənim hüququmdur. Tələb edirəm. Vəzifələrin bölməsində isə məndən tələb edirlər. Mənim vəzifəmdir ki, məndən tələb olunan nəsnələri həyata keçirim. Bu iki dənə qaydanın arasındadır həyat, hüquq və vəzifələr. Tədqiqatçılar deyir ki, 17-ci əsrə qədər insanlar, bəşər tarixi, bəşəriyyət, yəni Avropadan söhbət gedir də, gedib Afrikadan soruşan var, kefin necədir? Söhbət indi kim tarix ümumiyyətlə cərəyan yaradan xalqlar üzərində dayanır da. Dünya tarixi oxuyanda gedib Afrikanın tarixini oxumurlar, Avropanın. Niyə? Çünki cərəyanı o yaradıb axı. Oyunçu odur. Kim oyunçudursa, dünya tarixi onun üzərində dayanır. İndi nə demək istəyirəm? Hətta xalqların, hətta ölkələrin sayı əsasında da deyil. O dünya tarixi. Deyir, Çin tarix boyu həmişə əhalisi çox olub. Amma Çinin dünya tarixindəki rolu həmişə yüksək olmayıb. Ona görə dünya tarixinə o qədər düşməyib. Avropa Çindən daha əhəmiyyətli olub. Çin indi hələ dünya tarixinə töhfələr verməyə başlayıb. Nəsə, o başqa məsələ. İndi bu nə demək istəyirəm? Hüquq və vəzifələr. Amma 17-ci əsrə qədər bəşər vəzifələrini soruşurdu. Həm Avropada katolik kilsəsi hakimiyyətdir, din hakimiyyətdədir. Mənim Tanrı qarşısında vəzifəm nədir? Nə hüquq? Başın salaşaq, həyatı yaşa. 17-ci əsrdən sonra, modernizmdən sonra insanlar başladılar hüquqlarını tələb eləməyə. Mənim hüquqlarım var, insan hüquqları. Aydındır? Yaxşı. İnsan nə qədər ki, vəzifələrinin dalıncadır, orada dayanıb, sanki ona vəzifəsini deyəsən də, orada didaktikanın yeri var, orada öyüd nəsihətinin çox yeri var, əxlaq dərsinin çox yeri var da. Onsuz da hazırdır mənə eşitməyə. Vəzifələrini axtarır da. Amma o yerdə ki, artıq insan hüquqlarını tələb edir. Hüquqlarını tələb edən insana əxlaq dərsi vermək çox çətindir. Artıq. Çox çətindir. Birinci ona görə ki, Jonathan Haidt'in bir kitabını oxuyuram, bizdə çətin gedir. Elə düşünmürdüm, xoşbəxtlik fərziyyəsi. Deyir ki, Virginia Universitetinin professoru, deyir ki, müasir kitabdır, yeni bir son 15 ildə yazılıb. Deyir ki, indi ağıl o qədər səpələnib hər yerə. Yaxşı ifadədir. Əvvəllər deyir, bu qədər deyildi informasiya. İndi hər an açırsan informasiyadır da. Əvvəllər belə deyildi. İndi isə o qədər informasiya çoxalıb, informasiyası çox olan insana əxlaq dərs vermək çox çətindir. Çox çətindir. O savadlıdır, savadlı adama bunu etməməlisən. Tövsiyə xarakterli. Çətindir. Və sonra və ilaxır. İndi diqqət edin. Yaxşı. İndi bir adam kitab yazır və bunu bilir ki, bu insan vəzifələrinin dalınca yox, hüququnun dalıncadır. İndi nə qədər incə məsələdir. Maksimum səviyyədə əxlaq məsələlərində o qədər incə dolayısıyla çatdırmalıdır ki, aydındır. Bir nəfər yazıb mənə bu gün, yazıb ki, çıxışlarımın birində, yazıb ki, mən bu adamı sevmirəm, o ancaq bizə ağıl öyrətmək istəyir. Mən çox düşündüm bu şərh barədə. Siz üçün yazıb? Bəli, mənim çıxışlarımın birində yazıb. Bu adam ancaq insanlara ağıl verir. Mən bu adamı sevmirəm. Çox düşündüm. Dedim, adam bəlkə də haqlıdır. Mən biraz qırmızı xətt keçmişəm artıq. Didaktik danışır o mənada. Didaktik. Çox çətindir. İnsanlar deyir ki, bu kimdir çıxıb bizə ağıl verir, ağıl öyrədir. İndi sənin ustalığın ondadır ki, həm indi sən özündən ki danışmırsan ki, tutaq ki, Mövlanadan danışırsan, didaktikadır. Nizami Gəncəvi, Sirlər Xəzinəsi didaktikadır. Bütün hamısı hekayələrdir falan da. Yəni, orta əsrlər ədəbiyyatıdır, hamısı didaktik, əxlaqi məsələlərdir. 17-ci əsrə qədər, bu 17-ci əsrdən sonra vəziyyət dəyişib.
Yaxşı, indi necə eləyəsən? Ona görə bu biraz qəliz məsələdir. Mənə görə 6-cı xüsusiyyəti kitabın budur. Çox didaktik, ağıl öyrədən, əxlaq dərsi verən xarakterdə olmamalıdır. Ancaq müəllim, məncə də üstünlük elə bu tövsiyəni verməkdir. Belə tövsiyə vermək deyək də, bu didaktika biraz sərt olur. İndi öz xüsusiyyətinizi əslində elə xarakterizə elədiniz ki, sizdə didaktika var. Mənim çıxışlarımda mən düşünürəm ki, Bax, yəni mütəxəssis- çıxıb da ayağım sürüşüb biraz gərək kontrola alasan. İnsanlar sevmir Yaxşı, belə şeyi. mütəxəssisin fikri harda qaldı? Bax, psixologiyada da belə bir şey var. Gestalt terapiyada belə bir yanaşma var. Deyir ki, psixoloq, yəni sən ona öz ideologiyanı sıraya bilməzsən, qəbuldur. Ancaq sən nə qədər ona ideologiyanı sırmaq istəməsən də belə, sən tam ümumi danışsan adam bilməyəcək. Çox adam var ki, deyir mənə qısa və konkretdir, mən nə edeyim? Sən gedirsən həkimin yanına. O başqa şeydir. Orada ödəniş eləyir. Misal üçün mənə yazırlar ki, dəfələrlə hər gün demək olar ki, bu mesajlardan alıram. Hamısına da deyirəm ki, mən bu işlə məşğul deyiləm. Deyir ki, müəllim ödəniş eləyək, nə bilim 12 yaşında, Onda 15 yaşında didaktika uşağıma şirin gələcək. Mən burada bir öz fikrimi o başqa şeydir müəllim. O başqa şeydir, qəşəng. O başqa şeydir. Ödəniş eləyib ki, sən ona elə yol göstərəsən. Bir də var ki, mən ümumi millətə danışıram Bu hamıya. verilişlər pullu eləyir onda. Düşünürəm ki, bəlkə də o müəllif, yazar, ya məsələn o çıxış edən natiq öz qarşı tərəfə öz sevgisini bildirsə, qarşı tərəfi sevdiyini başa salsa, aşılasa, ondan sonra o deyəcəyi sözləri də elə bilirəm çox qəşəng algılayacaq. Bu adam ancaq insanlara ağıl verir. Mən bu adamı sevmirəm. Çox düşündüm. Dedim adam bəlkə də haqlıdır. Baxış fərqi vardı. Bu bizə müdaxilə etdi. Bu cürünə baxanda o türklərdən dışlayırsan da kimisə mənə müdaxilə edir. Bir də o yanan bir insan kimi, səni sevən bir insan kimi özünü təqdim edə bilsə, sən ona inana bilsən, elə bilirəm ki, onun sözü də qəlbini oxşayacaq. Hətta onun deyəcəyi o sözlər də onun məsələn qəbul edə biləcək. Məsələn peyğəmbərimiz haqqında deyilən söz budur Qurani-Kərimdə. Buyurur: "İnneke la'ala xuluqin azim." Əzəmətli əxlaqın yiyəsən. Zaten əzəmətli elmi də vardı, amma əxlaqın qabartdı. Ya məsələn başqa yerdə buyurur ki: "Vələv kunta fazzan ghalizal qalbi lanfattu min hawlika." Sən qaba insan olsaydın, kobud insan, heç vaxt sənin ətrafa yığışmayacaq. Yəni sənin ətrafa yığan cəhətin sənin o mənəvi aurandır, sevgindir, məhəbbətindir. Əlbəttə o məhəbbətə dayandırmamalısan, nəsə verməlisən. Nə verəcəksən ona artıq sən sübut, məntiq, elm, dəlil. Mən düşündüyüm qədər cəmiyyətimiz, mən öz şəxsən özüm də görmüşəm. Mən məsələn özü görmüşəm nifrət edən bir insandır. O kim deyə mənə fikir deyir ki, mən onu qəbul. Amma 5 dəqiqə oturmuşuq bir çay içmişəm. Yəni mən fikirdən yenə demişəm. Amma o çayla həll olub da məsələdə. Yəni öpüb qucaqlayıb çıxıb gedir. Ona görə bir insanın sözünü qəbul etməzdən əvvəl onun özünü qəbul edirlər. Qəşəng, bu tarixi sözdür. Onun özünü, şəxsiyyətin özünü qəbul. Ona görə Facebookda da var da elə bir şeylər. Facebook o like psixologiyasında, bəyənmə psixologiyasında da bu var da. Niyə görə bəyənir? Adamın özünü qəbul eləyir. Adam özünün qəbul etmədiyin adam yaxşı söz də danışsa, səndə qıcıq yaradır. Qıcıq yaradır, çox qəribə bir şeydir. Əksi də, özünü qəbul edirsən, bir dəfə belə sənin bəyənmədiyin şeyi də deyib, deyirsən ki, yəqin ki, nəsə də halo şeydə, effektidə, halo psixologiyada, halo effekti. Bir adamın bir tərəfini bəyənirsən, ondan sonra digər tərəflərini də bəyənirsən. 1-2 dəqiqədə mən davam edeyim. Siz 2 dəqiqə. Xoşdur mənə. Bu 6 xüsusiyyəti dedik. Burada bir məsələ var. Azərbaycanda Sovet dövründən qalan bir ənənə var. Bir adam deyəndə ki, mən çox kitab oxumuşam, yəni bədii ədəbiyyat oxumuşam. Kitab bərabərdir bədii ədəbiyyat. Bu ənənə bizdə niyə belə olub, mən bilmirəm. Əzizim, psixologiya da var, tarix də var, fəlsəfə də var, politologiya da var, sosiologiya da var, bunlar da hamısı, hüquq var, beynəlxalq hüquq var. İndi bir var tibbi kitablar, bu heç. Bu insanların hamısı bunu anlamır. Profesional əsərlərdir də. Bir də var, məsələn, tarix ki, hamı oxuya bilər. Fəlsəfənin qəliz
deməli yazışı yox, amma rahat yazılışı olsa onu da hamı oxuya bilər. Psixologiyanın da həmçinin, sosiologiyanın da həmçinin. Bizdə bu ənənə bu dəyişməlidir. Bu dəyişməlidir. Baba müəllimin sualının cavabına bir cümlə cavab vereyim sualına. Biz hansı kitabı oxuyaq? Birinci, bu xüsusiyyətlərə sahib kitabı oxuyaq. Necə tanıyaq? Ya başqalarından təsdiq almalıyıq, ya da ki, özümüz oxuyuruq, görürük ki, bu kitab ona uyğun gəlir, yoxsa gəlmir. Kitabı bir 10-15 səhifə oxudun, gördün ki, məhsuldar deyil, uzadır, oxuma da əzizim. Qoy get o mövzuda başqa kitab oxu. Bir də sənin sualın hansı sahədədir? Hansı sahənin sualları səni divara diriyibsə, get o suallara aid kitabı oxu. Sırf kitab oxumağa xatir kitab oxumayaq. Kitab oxumaq üçün kitab oxumaq. Yo. Mən niyə görə kitab? Mən kitab oxuyuram ona görə ki, içimdəki o susuzluğu yatırdım, aclığı doydurum, nə bilim, suallara cavab axtarım. İndi sual, bir adamın əgər sualı yoxdursa, onda necə? Ümumiyyətlə. Heç nə onu narahat eləmir. Təbii ki, elə bir adam kitab oxumayacaq. O adam özünü məcbur edib, hamı ona deyir ki, sən niyə kitab oxumursan, sən savadsızsan, misal üçün, sənin dünyadan xəbərin yoxdur, intellektual səviyyən zəifdir. Sevdiyi qız ona deyir ki, mən həftədə bir dənə kitab oxuyuram, sən heç nə oxumursan. Məsələn, belə bir qızıq yaradır, məcbur edir, gedir bir dənə qəşəng bir kitab götürür. Hə, o məcbur ilkin mərhələlərdə oxuyub, özündə suallar yarada bilər. Sonra adət eləyəcək və yavaş-yavaş, o mümkündür. Təşəkkürlər. Hər iki əziz ziyalımıza təşəkkür edirəm. Mövzu belə deyə də çox da toxundular hər ikisi. Mənə düşən bir neçə pay varsa, mən də onu danışım. Deməli, pərakəndəlik belə oldu da ki, pərakəndə kitablar oxumaq. Mən belə bir söz deyim, ümumiyyətlə hər yerdə olan heç bir yerdə deyil. Belə bir fikirdən başlayayım. Ya biraz da düzəliş edim. Hər şey şunas olmaq istəyən sonunda heç nə şunas olar. Bəli. Bu fikirlərimi tamamlayım Əleyhisselamın fikri ilə. Hər şeyi bilməyə ömür yetməz. Sənə lazım olanları bilməyə ömür yetər. Hayır. Bu bir deviz, belə bir fikir. Ümumiyyətlə, mövzunu biraz da qaldıraq, biraz da dərinləşdirək. Dini mətnlərimizdə 3 dənə sual var. Sən bunu niyə etdin? Necə etdin daha doğrusu? Necə etdin? Kim üçün etdin? Kimdən sonra üçüncü sualı niyə etdin? Məsələn, misal, o biraz izah verir. Məsələn, bu işi necə gördün? O keyfiyyətindən söhbət düşür. Bunu kim üçün gördün? Tutaq. Misal, bir inancı insan cavab verir ki, avtomatik olaraq Allah üçün etdim. Misal, Allah mənə razı qalsın. Niyə onu etdin, başqasını etmədin? Bu sualdır da artıq. Mən bir də ayə çıxmış qarşıma, sizə də deyirəm, maraqlı özüm üçün. Orijinaldan deyirəm. Liyəs ələs-sadiqinə ən-sidqihim. Qiyamət gün düz danışanlardan soruşurlar, niyə düz danışdın? O da biz yalan danışandan soruşurlar. Mən də düz danışam, nə istəyirsən məndən? Orada düz danışmaqda sənin fikrin nə idi? Məgər keçən müəlliməm dedi, hər düzü danışmazlar. Bu düzü niyə orada düdünsən? Nə üçün düdünsən? Sənin bir dənə dediyin düz bəzi vaxtlar aləmi qatar bir-birinə. Sıra surəsində də var da, deyir, gözdür, qulaqdır, qəlbidir. Öz etiqad bağladığından soruşulacaq. Kullu ulaka kana anhum məs'ula. Soruşulacaq. Bəli, Yusuf. Anhu məs'ulən. Niyə buna etiqad etmirsən? Düzdür, öz-özlüyündə buna bir dəlilin var, bəlkə səhvdir. Yəni, öz inancıvı bir soru-sual elə. Deməli, niyə mövzusu çox mühümdür. Niyə? Ki, yəni, birinci sualda niyyədir də. Yəni, mən nə üçün bunu edirəm? Bu, necə edəcəmdən mühüm, niyə? Bu kitabı oxuyuram, nə üçün bu kitabı oxuyuram? Bu sual qoyulmalıdır ilk öncə. Bəzi vaxtlar bu prestij üçün olur, siz demişkən, filan kəslər o romanı oxuyur, mən də oxuyuram. Məsələn, o deyəndə sabah mən də deyim ki, mən də oxumuşam. Ya məsələn, məsələn, mənim bir kollega yoldaşım o kitabı oxuyur, mən də mütləq. O, ona lazımdır, hədəfinə uyğundur. Mənim hədəfimə xidmət edirmi? Bu hədəf mühümdür də. Məsələn, adi gəlirsən bir nəfərdən ingilis dili öyrənməyə, sən ilk sual budur ki, sən ingilis niyə öyrənirsən ki? Danışmaq üçün öyrənsən, sənin üçün ayrılan bir
Qaydalar var, bu kitabı oxuyacaq, bunu oxuyacaq, bir dialoq quracaqsın. Amma yox, sən ali səviyyədə məsələn tutaq universitetə daxil olmasan, daha çox köklənir, tutaq qrammatikaya basan. Bu niyə çox mühümdür da? İndi burada da bir məsələ var ki, həm kitabı yazan, həm kitabı oxuyan sual verməlidir ki, Rövşən müəllim demişəm, kitab yazan məsuliyyət daşıyır. Mən niyə bu kitabı yazıram ümumiyyətlə? Nə istəyirəm? Hara aparam insanları? Ola bilər mənim bir dənə cümləmlə bir insan həyatı müsbət mənada cərəyan eləyə bilər, hətta intihar da eləyə bilər də. Bir dənə sözlə. Mən bir dəfə bir əsərlərin birində çıxdı qarşıma, deyir, yolla gedirdim, bir dəfə üzümə bir təbəssümlə baxdım. O təbəssümlə deyib baxandan sonra deyir, o kəs də belə dayandı, mənə bir neçə saniyə baxdı. Sən demə, o da intihar eləməyə gedirmiş. Onu küsmüşdü cəmiyyətdən. Amma bir nəfərin ona bir sevgisi, xoş siması onu intihardan qaytardı. Hətta özüm bir dəfə öz başıma gəlmişdi. Mən yoldan gedəndə maşın saxladı birdən-birə. Sən demə intihar eləmək istəyirdin. İnanırsınız, saxladı, iki kəlmə necəsən, o neçə saniyə oldu ya. Allaha qurban oluram, Allahın o dillərə təsadüf deyilən bir şey yoxdur da. Yəni o bir neçə saniyə söhbətlə məsələn tutaq ki, onun fikirləri yayındı da, misal. Kitab yazan bir özünə sual verməlidir, niyə yazıram? Və kitab oxuyan özünə sual verməlidir, niyə bunu oxuyuram? Bu niyə həll olmalıdır? Və Schopenhauer'in yaxşı bir sözü var, dedi, kitabxanalar əczaxana misalında olmalıdır, yəni aptek misalında olmalıdır. Bir var aptek, belə deyək də, bir də var gül dükanı. Gül dükanına girirsən, adam hər gülü inir. Amma o əczaxanaya gələn sənə lazım olan dərmanı götürürsən də. Yəni, ora o cürünə baxmalıdır. Alim də o əczaxananın müdiridir. Alim. Cəmiyyətə hansını götürüb vermək lazımdır, o bilir. Onu bilməlidir. Bilməlidir. Mütləq labüddür ki, onu bilsin ki, düzdən inəyə bilsin, istiqamət versin. Yaxud belə deyək də, insanların o yazandan söhbət, insanların xoşuna gələn deyil, xoşuna gələn sözləri deyil, dərdinə deyən sözləri deməlidir. Bəzi vaxtlar hələ kimisə xoşuna gəlmək üçün qarşı tərəf danışır, amma yox, xoşuna gəlmək yox, dərin sözləri demək. Hətta Quranda bir ayə var, qulu qolən sədida. Sədidlə şədidin fərqi var. 3 dənə nöqtə dəyişir. Şədid səsin qalxmasıdır, sədid sözün dərinləşməsidir. Dərin sözlər deyin. Sədd sözündəndir də bağlayan. Sədd, sədid. Möhkəm. Və hətta Quranda bir dənə də maraqlı ayə vardı, indi yadıma düşdü o ayə. Deyir, qul ləhum fi ənfusihim qavlən bəliha. Elə sözlərdir, insanların qulaqlarına yox, canlarına çatsın. Demir, qul ləhum fi azanihim, deyir, fi ənfusihim, fi canlarına hopsun söz. Yəni, ruhlarına təsir eləsin, qəlblərinə təsir eləsin. Yəni, istəyirəm bunu deyim ki, birinci kitab oxumaq istəyən, yəni kitab yazar, o danışmaq olar, genişləndirmək olar mövzunu. Oxuyan insanlar da bir baxmalıdırlar ki, mənim bu oxuduğum bu kitab, mənim o ana hədəfimə və yaxud hədəfimə məni çatdırırmı, məni aparırmı? Mən bunu oxusam oraya çatırammı, oraya yetişirəmmi? Bunları tapmaq lazımdır, bunları bilmək lazımdır, bunları düşün. Hətta yeri gəlsin mütəxəssislərlə məsələn bir oturmaq, danışmaq lazımdır ki, siz hansı kitabı məsləhət bilirsiniz? Düz deyil. O bizə də istiqamətdə verər, yolda göstərər. Bu da çox mühüm məsələlərdən biridir. Və ümumiyyətlə nəinki pərakəndə kitab oxumaq, bugünkü cəmiyyətimiz pərakəndə kitabı oxumağı qaytaracaq, pərakəndə yaşamaq. Sosial şəbəkələrin özü də biraz adamda pərakəndəlik yaradır. O qədər məlumatların bolluğu var ki, bir də ayılırsan 2 saat sən sosial şəbəkədəsən, ömrün gedib 2 saatın. Yəni doğrudan da məsələn TikTokun özündə mən indi yaxşı tərəflərini işim yoxdur. O qədər fərqli məlumatlar bir dəqiqənin içində səni ötürür ki, adam dolur. Sən amma elə bilsən dolmusan, əslən dolmamısan, sən özün də pərakəndələşmisən. Darun Əcəmoğlu var, iqtisadçı, MIT-nin professoru, Türkiyəlidir, İstanbul əsillidir. Onun bir kitabı var, 3 dənə professorla yazıblar, İqtisadiyyatın əsasları. Qalın kitabdır, 1200 səhifədə tərcüməsi. Deyir ki, o birinci cümlə odur kitabda, birinci cümlə. Sizcə Facebook pulsuzdur. Sizə elə gəlir pulsuz. Pulsuz deyil, ömrün gedir. Ömür də puldur da. Ömrün gedir, əhsən. Burada bir dənə ayəni demir, mən uzatdım elə bilirəm. Quran buyurur, fəeynə təzhabun, hara gedirsiniz? Bu sualı özünüzə verin. Yəni, bu
bu cərək, bu fikirlə, bu onlarla, bu oxuduqlarına, bu hara gedirsən də çox mühümdür. Bəli. Yəni bu kitab bir sözlə mənim o hədəfimə çatdırırmı? Ümumiyyətlə bu kitab məni haralara aparır? Bəzi kitabı zərərlidir də hətta. Yəni ziyan eləyəcək mənə. O özü də qeyd edəriz. Kitab oxuyur, olur yekəxana, üzr istəyirəm. Olur cahil. Mən çox kitab oxuyanam, amma Onun hədisini deyə bilərəm. Buyurun, buyurun. Rubbə alimin qətələhu cəhluhu. Bəzi alimlər var ki, cəhalətləri onları öldürdü. Alim ikən cahil oldular. Bəli, bəli. Alimdir, Bəli, cahildir. bəli. Amma dini mətnlərimizdə əqlin müqabilində deyil cəhalətdə. Yəni bir daha Quranda da var. Maraqlıdır Quran ki, barəsində. Dini mətnlərimizdə özüm elmin müqabilində deyil cəhalət. Əqlin müqabilində. düzdür. Yəni bir adam ola bilər alimdir, həm də cahildir. Aysa, bu istəyirəm deyim. Düppədüz. Ağıl yoxdur da. Əql Ağıl- elmdən ayrıdır da. Bəli, əql elm və hansı əqildir? O da ağıl var. nə ağıldır? Hə, o da Sırf var. informasiyadır, yoxsa Yox, başqa şeydir? O ağıl da təyin eləməlidir ki, hansı kitabları oxumalıyıq və oxumamalıyıq. Və o ağıl çox mühümdür düşündüyüm qədər. O hansı ağıl da özü maraqlı bir mövzudur. Bir də- Bəli, bəli. Bir sualım da var. Elə zərərli kitablardan mövzu düşmüşkən, yəni söz düşmüşkən. Belə bir sualım var ki, kitablar ki insana təsir edir, mütləq şəkildə bunun pis və yaxşı təsiri var da. Sual hər üçünüzədir. İnşallah hər üçünüz cavab verərsiniz, maraqlı olar mənim üçün. Bu kitablar, ümumiyyətlə bu zərərli kitablar ki var, bəziləri də müəyyən bir elmi və ya psixoloji və ya fəlsəfi bütün sahələrdə ola bilər də. Bu kitablar hamı üçün əlçatan olmalıdır. Yəni yoxsa belə kitablar, məsəl üçün bir səviyyə yuxarı kitablar, belə deyə də götürək lap xeyirli kitab olsun, amma bir elmi səviyyəsi var. Bu kitablar yoxsa özü bir mənəvi hazırlıq tələb eləyir, yoxsa bir elmi hazırlıq tələb eləyir, yoxsa bir kitab bütün cəmiyyətə hamı üçün açıq olmalı. Yəni kim istəsə getsin ona çatsın, rahat şəkildə oxusun. Müasir dövrdə Ən onu çox da çox üzr tənzimləmək istəyirəm mümkün Rövşən müəllim, deyil. ən çox da Mümkün dini deyil, kim nə kitablar, istəyir oxuyur da. Hə. dini kitablarla bağlıdır. Məsəl üçün bir oxuyur, çox eşidirik də bu. Mən bunu qəbul eləmirəm. Yəni qəbul eləməmək və ya mən bunu başa düşmədim. Burada səhvdir. O səhvi demək üçün yəni müəyyən müqəddimələr lazımdır. Müəyyən yol gəlməlisən ki, bunu səhv deyəsən. Bunun alt qatı var da məsəl üçün. Dində belə bir ifadə var, zəlalət kitabları. Hə. Məsələn, ümumiyyətlə orada bəhs olunur ki, bir qrup kitablar var ki, bu harda bəhs olunur? Alqı-satqı bölməsində. Və iqaat bölməsi var. İqaatda 3 əslində hissəyə bölünür də. İbadətlərdir, quldur, bir də iqaatdır. İki tərəfli anlaşmalar. Evet. Orada alqı-satqı bölməsində belə bir mövzu da keçir. Hansı alış-verişlər olmaz. O qadağan olunan alış-verişlərdən biri zəlalət kitablarının satılmasıdır. Və orada da bəhs açılır ki, zəlalət kitabları nədir? Yəni dini yanaşmada İslam hüquq nöqteyi nəzərindən kitablara bir senzur tətbiq olunmalıdır. Çünki cəmiyyət bəzən o kitabın yaxşı və pis olduğunu seçə bilmir. Yəni gəlir dükana, hansı kitabları varsa onların içindən seçir və bu bilirsiniz nəyə bənzəyir? Elə bil ki, istənilən bir şəxs həkim ola bilərmi? Əgər sən icazə versən, təhsil almadan bir insan həkim olsun, xəstə bilmir axı bu yaxşı həkimdir, yoxsa baxıb görür ki, klinikada fəaliyyət göstərir, yazılıb ki, ürək cərrahı. Gəlir onun yanına və bu adam əslində heç akreditasiyadan keçməyib, həkim deyil və ilax. Dini yanaşmada kitablar da o cürdür. Yəni hər mövzuda kitabları satışa çıxartma olmaz, ümumi kütlənin ixtiyarına vermək olmaz. Mütəxəssislərin müraciət etməsi üçün ola bilər. Özəl kitabxanalar var, orada aidiyyatı adamlar, əgər icazəsi varsa, gedir o kitabları oxuyur. Bu da onu göstərir ki, ümumiyyətlə bu yanaşma düzdür ya yox, bu bir müzakirə mövzusudur. Bütün sivil ölkələrdə müəyyən senzura var. Bax, deyirik söz azadlığı. İstənilən, beyninizə bir dənə ölkəni gətirin. O ölkənin mən qanunvericiliyində senzura barəsində bəndləri sizə çıxarda bilərəm ki, orada belə istənilən kitabı gedib götürə bilmirsən. Vatikanın özündə belə bir qrup kitablar var ki, ora xüsusi bir elmi dərəcəyə çatan adamlar gedib oxuya bilir və ilax. Elə kitablar var ki, sən hansısa ideologiyaya sahib olmadığına görə sənin kitabın satışdan qaldırılır. Mən indi o ideologiyaları bir örnəyini vermək istəmirəm. Günümüzdə böyük mükafatlar almış yazıçılar var ki, sərbəst düşüncəsini deyib ki, mən filan tarixi hadisəni qəbul etmirəm, filan mövzunu mən bu cür baxıram. Adamın bütün kitablarını satışdan qaldırıblar. Deməli, senzura var, həmişə olub və əgər hansısa bir
məktəb götürək, İslam məktəbi senzuradan danışırsa, bu yeni bir şey deyil, günümüzdə də var. Və söz azadlığı həmişə bir ramkası olub. Demokratiyanın da həmişə bir çərçivəsi olub. Bu önəmlidir. Və ağla dayanan bir şeydir. Bu təsdiqlənilir. Əvvəldə dediyim kimi də. Xaos olar da. Xaos olar, bəli. Bu məqbul bir şeydir. Və yaxud da elə cərəyanlar var ki, dini cərəyan olsun, elə bir ideoloji məktəb ola bilər ki, bizim ölkəmizdə o qadağandır və düz də qadağandır. Nəyə görə? Çünki onlar gəlib cəmiyyətdə bir təfriqə yaradarlar. Yəni senzura olmalıdır da. Söhbət budur, senzuranı kim eləməlidir? Senzuranı tətbiq edən insanların da o sahədə bir ixtisası olmalıdır ki, yaxşı, pis kitabı, zərərli, faydalı kitabı bir-birinə seçə bilsin. Bu belə, bunu qoyduq kənara. Yaxşı, bu kitablar o qədər mi zərərlidir? Bəziləri sinəsinə vurur ki, mən kitabları seçə bilirəm. Psixoloji nöqteyi nəzərdən zərərli kitab sənin düşüncəvi necə dəyişdiyini sən hiss eləyə bilmirsən, çünki proses şuuraltı gedir və CBT koqnitiv davranış terapiyasının o təlimləri üzə çıxandan sonra kitabın nə qədər təhlükəli bir silah ola biləcəyi gün kimi aşkar oldu. Çünki CBT deyir ki, insan düşüncədir. Bax, insan kimdir? Bir cümlə ilə düşüncə. Düşüncəsi üzərində iş gör, o insanı robot eləyə bilərsən, o insanı yaxşı insan eləyə bilərsən. Düşüncə. Kitab da düşüncə ilə işləyir. Məsələn, bax, adi çıxış var ha. Bunun da ciddi kognitiv effekti var. Bax, bu dəqiqə bir dəfə mən bir təlimdə idim, orada bir nəfər qalxdı, təlim bitəndən sonra dedi ki, müəllim, siz hipnoz eləyə bilirsiniz. Dedim ki, bəs səhərdən mən nə ilə məşğulam? Yəni, əslində, sən danışmaqla insanları hipnoz etsən. Mənim indi Qorxular kitabı var. Bu kitab indi qalib hipnoz qoyanlar ümumiyyətlə hipnoz eləyə bilmirlər. Mən yoxlamışam. Gəldi biri bir dəfə məni hipnoz eləmək istədi. Nə qədər çox dedim ki, yalandan yatardınız da orada bir... Yalan demək istəmədim də. Siz əvvəldən ona inanmamışsınız, ona görə xeyri də yoxdur. O üçün inanca təsir göstərir. Orada çay axır, burada meşədir, zat belə danışırdı. Dedim, vallahi hissat olmadı. Dəliləm sana. O ancaq gedib deyəcək ki, mən müəllimə hipnoz elədim. Hə, ola bilər. Reklam kimi istifadə. Məsələn, bu Qorxular kitabı mən neçə oxucudan eşitmişəm ki, deyir, mən bu kitabı oxudum, məndə olan qorxular öz-özünə həll olundu. Çünki bu ən güclü psixoterapiyadır. Kitab mütaliəsi ən güclü psixoterapiyadır. Söhbətlər var, söhbətin də effekti var. Dinimizdə, məsələn, Əbəsə surəsində deyir ki, yediyin yeməyivə diqqət elə, yediyin yeməyə nəzər elə. Hədislərdə gəlir ki, deyir, Allah bu yeməkdən burada danışmayıb da, bu qədər səthi bir ayənin nazil eləyə bilməz. Zaten bir çox ayədə qidalarda hansı pisdir, hansı zərərlidir, ondan danışır. Bu ayədə nədən danışır? Deyir, burada mənəvi qidaya toxunur. İnsanı ilə təami. Sən kimə diqqət eləyirsə, kimə qulaq asırsan, hansı şeyi oxuyursan. Amma orada deyir, ruhun elm misalında. Nə öyrənirsən? Elmi ya kitabdan alırsan, ya da söhbət eləməkdən. Kimin minbəri altında oturursan, o sənə ciddi təsir edir. Bir hədisdə deyilir, deyir, dinləyici itaət edəndir, pərəstiş edir, oxucu da pərəstiş edir. Əgər sənin müəllifin, bu hədisdir, indi bu müəllifini mən artırdım, orada minbərdə çıxış edəndən danışır. Əgər sənin müəllifin yanlış şeylərdən yazırsa, nə bilim, mənfi nəfsdən yazırsa, pis şeylərdən danışırsa, sən deyir, iblisə pərəstiş edirsən. Dinlədiyin orada xətib ondan danışırsa, ona pərəstiş edirsən. Əgər haqdan danışırsa, düzgün fikirlərdən danışırsa, düzgün fikirdən yazırsa, sən onda deyir, haqqa pərəstiş edirsən. Və burada da sən çox sinəvə döymə ki, mən müəyyən eləyə bilirəm. Sən heç müəyyən eləyə bilmirsən, çünki bu şuuraltı işləyir. CBT-də maraqlı bir yanaşma var. Deyir, proses bilirsiniz necə olur? Bax, bir dənə mismarı uzağı divara belə ucunu dayayana qədərdir. Sən o fikri əgər yerdə bildinsə, növbəti cümlələrdə və növbəti sözlərdə sən başlayırsan çəkic vurmağa. Bir kitabı bitirəndən sonra sənin içivə onlarla fikir kök salır. Sən istədin istəmədin, kitab qarşısında, bir də minbər qarşısında, yəni natiqlərin, xətibləri mən burada nəzərdə tuturam, insan zirehini çıxardır, qoyur kənara. Zirehi kənara qoyduğuna görə sən bu kitabı oxuyanda artıq buradakı sözləri dogma kimi sən qəbul edirsən. O bəziləri deyir, didaktikadan danışma. Sən nə qədər didaktikadan danışmasan da belə, bu yeməkdir. Sən bunu oxuyursansa, sən bunu yeyirsən. Sən mənə qulaq asırsansa, sən bu dəqiqə mənim sənə verdiyim qidanı yeyirsən. Sənin nə qədər güclü
psixoloji gücün olmalıdır, intellektual səviyyən olmalıdır. Nə qədər manipulyasiya qabağında durma belə müqavimətin olmalıdır ki, sən güclü oratorun, natiqin, güclü müəllifin qabağında sən əzilməyəsən. Bu da çox vaxt mümkün deyil. Ona görə bu təsir şuuraltı olur, bu təsir gizli olur. Ona görə cəmiyyətdə çıxış eləyən bütün şəxslər, ilahiyyatçılardan tutmuş, nə bilim, bütün ziyalılar hamısı, əgər ona minbər, mikrofon verilibsə, insanlar diqqət eləməlidir, kimə mən qulaq asıram, kimi dinləyirəm. Bədii ədəbiyyatda növbəti bir dənə sualı da deyim, bir mövzumuzla əlaqəlidir. Yazıçının həyat tərzi önəmlidirmi? Bax, məsələn də, Mail müəllimin mən din fəlsəfəsi kitabını oxumaq istəyirəm. Daha çox bu bədii ədəbiyyata aiddir. Fərq eləmir də, din fəlsəfəsinə bir yanaşma qoyursunuz da, bir yanaşma var, onun birini seçirsiniz. Mail müəllimin davranışı, həyat tərzi, həyat fəlsəfəsi önəmlidirmi? Bir qrup deyir ki, önəmli deyil. Adam qatil və terrorist ola bilər. Bir dənə kitab yazıbsa, onun kitabına bax. Mənəviyyatı təbliğ edir orada. Mənəviyyatı belə alt-üst olmuş bir şəxs ola bilər, pedofil ola bilər, uşaq qatil. Elə sözlər dedim ki, bu sizi ban eləyəcəklər YouTube-da. Onun əsərini sən, əsərinə bax. İkinci yanaşma budur, yox. O istər-istəməz həyat tərzini ora sızdırmaya bilməz. Məsələn, bəzən belə şəxsləri də bizə sırıyırlar. Rus ədəbiyyatında çox da belə. Məsələn, Mikhail Lermontov. Lermontov Geroy Нашего времени, məsələn, məşhur əsəridir də, günümüzün qəhrəmanı. Bu cür əsərləri dahi yazışı və özündən sonra böyük, məsələn, ədiblərə təsirlədi. Belə orta məktəbdən keçdiyimiz və təqdim olunan cərəyan yaratmış Rus klassiklərindəndir. Adam Qafqaza gəlib, Şuşada olub, Qubada olub, bizim barəmizdə bəzi şeirlərində yazıb. Ancaq bu adamın, məsələn, Ulan Şadında bir dənə bunun poeması var. Ulan Şadda, yəni gərək 18 yaş üstəgəl yazılır da. Bu, orada olan o əxlaqsız ifadələr, sözlər və əsər nədən danışır? Bu, ordunun içində zabit olub, Qafqaza qədər gəlib, döyüşləri olub, müxtəlif yerlərə gedib, gəlib və bu əsərində bir dənə kəndə gəlirlər və orada bir dənə qızı təcavüz eləyirlər. Əsərin bir hissəsində ondan danışır və bu da qrup halında bir təcavüz olur və orada olan əsgərlər, zabitlər o qıza təcavüz eləyirlər. Qız da sonradan təcavüz nəticəsində ölür və əsərdə onun o təcavüzdən necə hərəkət elədi, neynədi, zahiri necədir, belə bir məqamlara toxunur və açıq şəkildə toxunur. Peşmançılıq kimi yox, adam da orada iştirak edən adamlardan olub. İndi sual, sən Lermontovun günümüzün qəhrəmanı və digər əsərlərini təqdim eləyə bilərsənmi gözəl bir əsərdir? Deyə bilərsən ki, mən bunu təqdim edəcəm, adamı reklam eləyirəm, biri də gedəcək o birisi əsərini oxuyacaq və mümkün deyil ki, o əsərinə bu hardasa o fikirlərini orada yeritməsin. Bu indi bir məsələdir. Məsələn, mənim yanaşmama görə, yəni bu maşın istehsalçısı deyil də, sən deyəsən ki, adam dini, inancı, əxlaqi mövqeyi önəmli deyil, mən bunun maşınını sürürəm. Hətta orada belə sən hansı maşını hardan alırsansa, mənə görə sənin üzərində bir məsuliyyət var. Çünki sənin xərclədiyin pul belə, əgər hansısa bir yanlış bir qrupu, cərəyanı maddi rifahına və iqtisadi yüksəlişinə səbəb olursa, orada sənin verdiyin pula belə sən məsuliyyət daşıyırsan. İndi pulsuz hansısa işlərdən danışdıq, indiki dövrdə pulsuz heç nə yoxdur. Belə bir ifadə var. Əgər bir məhsul pulsuzdursa, məhsul sənin özünsən. Sosial şəbəkələr pulsuzdur. Deməli, məhsul orada istifadəçilərdir. Yəni, pulsuz content adından, pulsuz istifadə adından səni salırlar o sosial şəbəkəyə. Bir dənə platforma yığır 10 milyon istifadəçi, sonra səni satır reklam şirkətinə. Deyir ki, sənin pulvu reklam şirkətindən al. Deyir, mənim 10 milyon dənə burada bazam var. Məhsulvu onlara mən göstərə bilərəm. Və o da bir siyasi xadim gəlir, deyir ki, səni seçkilərdə, bu dünyada belə cərəyan eləyir də, hansı bir ölkənin, xarici ölkənin seçkilərində deyir ki, sənin biz prezident seçə bilərik. 10 milyonluq bazam var. Bu qədər pul mənə verirsən, mən sənin çıxışını, mən onlara təqdim edəcəm. Deməli, məhsul burada pulsuz olmadı.
Sənin pulunu başqasından alırlar. Sən sadəcə olaraq orada say doldurursan və sənin üstündə cəmaət gəlir əldə edir. Deməli, bu məsələlər hamısı ciddi məsələdir. Sən burada əslində daha dərindən bura baxanda görürsən ki, hər şeyvə, yəni oturuş, duruşma sən Belə bir dənə deyim var. Müəlliməm deyir ki, hədəfi, proqramı, planı olmayan insan kimsə planında, proqramında yer alar. Sən gərək öz bir hədəfin bəlli olsun, düzdür? Ona tərəfdə hərəkət edəsən. Ümumbəşəri qaydalar nədir? Misal üçün, yaşamaq lazımdır. Bütün çətinliklərə rəğmən yaşamaq lazımdır. İntihar qadağandır. İkinci qayda, İnsan yekəxana olmamalıdır, təvazökar olmalıdır. Çünki sən yekəxana olanda, lovğa olanda başqalarına mənfi təsir göstərirsən. Üçüncü qayda, insan negativ olmamalıdır, pozitiv olmalıdır. Dördüncü qayda, insan başqalarına əl tutsa yaxşı olar. İndi burada Nietzsche var, deyir ki, sən dilənçilərə əl tutanda başqa bir qaydanı pozsan və s. Yəni bu, ümumbəşəri qaydaları təbliğ edən kitabları biz oxumalıyıq. İndi burada müxtəlif ədəbi cəryanlar var, ədəbiyyatda postmodern ədəbiyyat var, nə bilim, realist ədəbiyyat var, naturalist ədəbiyyat var. Bunlar deyir ki, biz ümumiyyətlə ədəbiyyatda nihilist ədəbiyyat var. Nihilist ədəbiyyat insanı həyata bağlamır, intihara bəraət qazandırır. Əzizim, sən öz yolunu seçdə. Bunu heç kim qarşısına ala bilməz. Bugün dünyada bütün bu kitablar satılır. Satılır. Sən öz yolunu seç. Yaşamaq istəyirsən, yoxsa ölmək istəyirsən? Yaşaxana olmaq istəyirsən, bu ifadəni çox işlətim, bugün üzr istəyirəm. Lovğa olmaq istəyirsən, yoxsa təvazökar olmaq istəyirsən? Öz yolunu seç. Lovğa olmaq istəyirsən, negativ olmaq istəyirsən, oğru olmaq istəyirsən, cani olmaq istəyirsən, qatil olmaq istəyirsən, get o kitabları oxu, hansı ki bu antidəyərləri təbliğ edirlər. Get. Yoxsa bu tərəfi oxumaq istəyirsən, çünki bunların hamısına aid kitablar var. Adam bayaq Rövşən müəllim deyir, kitab yazır, nə mənəviyyat, nə əxlaq, nə məsuliyyət, nə vicdan. Bəli, mən qətli cinayəti təbliğ edirəm. Və salam, qutar çıxdı getdi. İndi kimsə buna qarşı məhkəmədə iddia qaldıra bilər ki, bu insanları Hitlerizmə tərəf sövq edir, nə bilim, qatilliyə tərəf sövq edir və s. O da məhkəmədə nə vaxt o qərar çıxmaya, özü bir dənə, iki dənə deyil ki, bu kitablar. Nə qədərdir ədəbiyyatda. Ona görə hər bir insan, hər bir gənc özü qərar verməlidir və mənə elə gəlir ki, çıxışlar, xüsusilə dini çıxışlar, dini mövzularda olan natiqlər, onlar insanlara pozitivlik verməlidir. Pozitiv, negativ yox. Ümidlərin qırmamalıdır. Əlbəttə, ümid. İndi pozitiv psixologiya deyirlər də bunun adına. 2000-ci ildən sonra bu tərəfə. Ancaq bu ağ rəngdir. 1000 il bundan qabaq da, indi də 1000 il bundan sonra da dünyada heç bir ədəbiyyat, heç bir fəlsəfə gəlib negativi təbliğ edə bilməz. Bu prinsip ola bilməz. Prinsip ola bilməz. Mən icazə üstü bir kəlmə deyim. Ümumiyyətlə, hər kitab oxumaqdan öncə, ümumiyyətlə, belə düşünürəm ki, birinci insan özünü oxumalıdır. Biraz belə pafoslu söz olmasın, söz xatırına deyilən söz olmasın. İnsan özü haqqında düşünməlidir. Bu söhbət maddi özəndən getmir, o qızıl öz. Özünə qayıtmalıdır. Quran buyurur, əvələm yətəfəkkəru fi ənfusihim. Niyə özünüzə vaxt ayırmırsınız? İqra kitabəkə. Aleykum ənfusəkum. Əhsən, sizə tapşıram, özünüzdən müğayət olun. Tərcümə o idi. Birinci insan özü haqqında düşünməlidir. Mən kiməm? Bu kitab bu deyə, mən kiməmdən başlayır ki, mən kiməm? Mən niyə yaranmışam? Ümumiyyətlə, mən 70 ildən ibarətəm, mən materiyadan ibarətəm. Yalnız mənim istəti istəklərim var, mənim dərin istəklərim var. Və o kitabda insanlıq hədəfinə, o insanın aliliyinə qulluq edirmi? Və müəllimmişkən ümid vermək da çox mühüm faktordur. Amma ümidlə yanaşı da deyirəm, elə bilirəm, ümidin də bir xətti olmalıdır, sərhəddi. O da ki, xof deyirlər dini mətnlərimiz, xof, rəca. Mən hətta bəzi, Rövşən müəllim indi istinsahaya daxil oldum, bəzi intihar edənlərin niyə intihar etdi, yaxınlarından soruşanda onların deyəcəyi söz mənə bu idi ki,
o həmişə deyirdi ki, Allahı sevmək lazımdır, qorxmaq lazımdır. Yəni bu fikir ki var, Allahı sevmək lazımdır, qorxmaq lazım deyil. Mən bilən burada biraz düzəliş olmalıdır. Nə mənada? Mövzudan uzaqlaşmıram amma baxın, ümumiyyətlə doğrudan mı qorxmaq lazım deyil? Allahın ədalət məhkəməsindən qorxmamalısanmı? Etdiyin səhvlərdən qorxmamalısanmı? Qorxmamalısan ki, etdiyin zülmlərin nəticəsində Allah həyatı cəhənnəmə çevirər. Bundan qorxmamalısan. O Allahın əzəmətindən ehtiyat eləməməlisənmi? Mən elə bilirəm, ümid mühüm faktordur, amma bunun da bir sərhədləri olmalıdır. Onun yanında bir oradan da keçilməməlidir. Amma bəzi vaxtlar siz demişkən o qədər negativlik ötürülür ki, cəmiyyətə. Yəni insan küsür. Başa düşürsən? Yəni hər şeydən küsür. Küstürürlər bəzi vaxtlarda, düz deyirsiniz. Və kitabda da bu fikirdəyəm. Hətta mən bir dənə sonda da, son demirəm, sonu siz apararsınız, sizlər apararsınız. Dini mətnlərimizdə 2 dənə hədis çıxıb qarşıma. Bu haqqında da düşünməyə elə biləm deyər. Bir hədisdə gəlib kunu əviyyətəl elm, bir hədisdə gəlib kunu yənabi əl-elm. Nə deməkdir? Əviyyə, məsələn, hovuza deyirlər, suyu doldursan o içinə. Yəni, qıraqdan alırsan. Yənabi isə bulağa deyirlər. Deyib, bulaq olub, qaynayıb. Yəni, siz təkcə kitabın funksiyası bu olmamalıdır ki, orada olanları sənə ötürürsün. Kitab sənə düşündürməlidir, o bulağı qaynatmalıdır. Tamamilə doğru. Bir cümlə, o sizin sözünüzün davamında deyim, o qadağalar və ümid. Mənə elə gəlir ki, qadağalar insan həyatında, düşüncəsində məlum həqiqətlərdir. Qadağalar. İnsan yaranandan, yarandı dünyaya gəldi, uşaq vaxtlarından əlini ora vurma, cız. O cız ata-ana deyir. O zehninə oxubur ki, həyatda qadağalar var. Yaxşı. Bu bilinən həqiqətlərdir. Amma bu ümid məncə öyrənilməmiş həqiqətlərdəndir. Yəni nə mənada? Yəni bunun təbliğatı çox azdır. Bu çox düşünülməlidir. Çox düşünülməlidir. Bəli, çox düşünülməlidir bu barədə. Bunu mən başqa yerdə demişəm. Bu nəyə bənzəyir? Deməli, restorana gedirik. Restoranın qadağaları var. Qadağalarından biri budur. Çıxanda hesabı ödəməlisən, mütləq. Hesabı ödəməsən, sən cinayət məsuliyyətinə cəlb oluna bilərsən. Yaxşı. Amma restorana daxil olan kimi xidmətçi gəlib bizə xoş gəlmisiniz, buyurun, gülə-gülə demək əvəzinə deyir ki, salam, burada filan qadağalar var. Hesabı ödəməsəz, geçsəz, biz sizi məhkəməyə şikayət eləyə bilərik polisə. Bunu desə, biz o restoranda oturarıq. Heç vaxt. Bu məlum həqiqətlərdir də, aydındır. Yəni siz deyirsiniz ki, qadağa istisna xarakterlidir də. Yəni onlarlar var, orada onlar çoxdur. Bəli. Onsuz hamı bilir ki. Müəlliməm konkret ayəyə gəldi ya. Adəm şünaslıq dastanında Allah Taala Adəmlə Həvvanı yaradanda deyir, bolluqla, rağədən nə istəyirsiniz istifadə edin. Amma deyib, vələ təqrəb, bir dənə ona yaxınlaşmayın. Qadağanı istisna vurur. Bəli. Ona yaxınlaşmayın. Amma bolluqla istifadə edin. Yəni istəyirəm deyim ki, qadağa istisnadır. Nəinki məsələn ümumi anlayışdır İslam konsepsiyasında ya. Etkinlə bunu etmə. Bəli. Etmələr çox azdır, yəni bir söz. Ümid də içdən gəlir də. Bir də ümidlə pozitivlik arasında da fərqi var. Ümid daha xüsusidir, pozitivlik daha genişdir. Və pozitivlikdə çətinliklərlə mübarizə var. Pozitivlikdə ruhdan düşməmək var. Sonu bilinməsə belə davam etmək var. Ona görə pozitivlik daha genişdir və kitabın aşıladığı da ümidin fövqündə olan bir enerji olmalıdır. O da sadəcə ümid deyil də, ümid kör-köranilik ola bilər. Pozitivlikdə yoxdur. Çünki pozitivlik özü yəni bir həyat fəlsəfəsi var. Pozitiv bir qabdır. O daha genişdir. Bir də siz necə elə bilirəm, ümid reallıqlara da söykənməlidir, düzdür? Yəni bəzi vaxtlar bəzi sözlər deyilir qarşı tərəfə ki, elə aldadaq onu ayağa qaldıraq.
O 3 gündən sonra amma yenə düşür həmən vəziyyətə. Quran onu ayırıb əmani kəlməsindən rəca kəlməsi. Və la bi əmaniyikum, boş-boş xülyalar yox. Mən elə bilirəm motivasiya, xarici motivasiya var hərəkət. Bir də həqiqi ümid daxili motivasiyanı hərəkətə gətirməkdir. Rasionallıqla uyğunlaşmalıdır da. Bir adam Əsəl. 16-cı mərtəbədən özünü atır. Deyir ki, ümidim çoxdur ki, mən Əs. diri qalacam. Qəşəng. Yəni Yox, ağıl yoxdur. olmasa ümidin də bir mənası yoxdur Ümid da. də Səni itir. boş yerinə istifadə edəcəklər. Eynən. Və sən hansısa bir çıxışa da qulaq asanda, o əslində çox belə önəmli bir məqamdır ki, yəni xətib, istənilən spiker məxsusən də xətib, çünki bunun işi insan ruhu iləndir. Dünyanın ən çətin işi cəmaata xitab eləməkdir. Ən çətin işi. Psixoloq olmalısan, sosioloq olmalısan, insanşünas olmalısan. Təəssüf olsun ki, Azərbaycanda bu gün ən asan işə çeviriblər bunu. Peyğəmbərin yolu deyil də. Məsələn, arifləri bizlər necə təsəvvür eləyirik? Çox qaşqabaqlı, belə zəhmli. Bir dəfə biri də bu təsəvvürlə mənə arifləri vəsf eləyir. Deyirəm, ömründə neçə dəfə arif görmüsən? Deyir ki, görməmişəm. Deyirəm, bəs görməmişənsə sən hardan bilirsən ki, ariflərin siması bu cürdür? İbn Sina İşarat və Tənbihatda ariflərin məqamı nəmətində bölməsində ariflərin xüsusiyyəti olaraq deyir, arif gülən və təbəssüm edəndir. Əlbəttə. Yəni irfanda ən pikə qalxmış, bütün dünyanın dərdini çiynində daşıyan, o pərdə arxası həqiqətləri bilən arif, onun deyir xüsusiyyəti o gülən və təbəssüm edən və Həşşaşun, bəşşaşun. bəşşaşlıq. Yəni o sırf quru ümiddən yox, o pozitivlikdən irəli gələn səmimi təbəssümdür. Kitabda o cür olmalıdır, xətibdə o cür olmalıdır. Çıxış edən natiqdə o cür olmalı. Sən onun söhbətindən əgər içində o acı ilə şirinin balansı olaraq ayrıldınsa, yaşamaq eşqi yarandısa, o kitab sənin kitabında düzgün kitabdır. O xətib, o natiq, o spiker deməli düzgün yoldadır. Yoxsa ondan sonra əl-ayağın söndü. Bir dənə də bunu deyim. Deməli, İvan Turgenevin bir dənə əsəri var, Mumu əsəri. Deməli, Mumu orta məktəbdə də biz Mumunu keçmişik. Sonra özüm başladım, bir neçə dəfə də onu oxumuşam. Mumu nədən danışır? Yəni, mən həmişə Mumunu oxuyanda bir qəribə içimdə bir hiss olurdu. Və Turgenevdə deyirlər da, Turgenevdə də bir neçə dahilərdən və Rus klassikasının və dünya klassikasının çiynindən durduğu bir neçə şəxsdən biridir. Xülasədə sən də o hisslə həmişə oxuyanda bir qəribə bir hiss var. İndi qısaca bir Mumunu deyəcəm, o hiss görün sizdə yaranır və o düzdür yoxsa yox. Deməli, əsər nədən danışır? Gerasim adında bir dənə çox qeyri-adili Hipnoz eləyirsən ha yenə bizə. Günü olan bir şəxs var. Bu kəsçidir. Nəsə bir dul və həyata bədbin bir mülkədar qadın bunu götürür, aparır, səhv eləmirəmsə Moskvaya aparır. Orada malikanəsində bu Gerasimdən istifadə edir. Gerasim zəif eşidir və laldır. Adam danışa bilmir, ancaq bütün ağır işləri buna gördürürlər. Orada bir çamaşırxanaçı qız var, ona sevir. Ancaq bu mülkədar qadın o qızı götürür, verir bir əyyaş bir kişiyə. O məqsədlə ki, sevgi əyyaşı düzəldəcək. O da düzəltmir, bunu da bədbəxt edir, özü də bədbəxt olur. Əslində bu da yanaşma çox vaxt elə olur. Verin bu dəlini, bu qızı düzəldəcək. Uşaqları onlar lap düzələr, ancaq heç nə düzəlmir. Sonra Gerasim tamam çökür, bir gün çayın kənarında bir dənə təzə dünyaya gəlmiş it balası görür. İti götürür, ad qoymalıdır, ad qoya bilmir, buna Mumu deyir. Axı pəltəydi, danışa bilmir, bu cür ad qoyur da Mumu. O səs çıxır bunun ağzından. Nəsə bunu gətirir, başlayır böyütməyə. Bir gün mülkədar qadın iti görür, əvvəlcə sevir, sonra it üstünə hürəndən sonra deyir ki, bu iti buradan aparın, rədd eləyin, xoşum gəlmədi bu itdən və Gerasimə demədən bu iti, Mumunu aparırlar, tulluyurlar. Gerasim evə gəlir, Mumunu görmür, çomasına gəlir də. Dəli olur da, bu itim getdi. Yeganə sevgisi budur. Və bir də görür ki, Mumu qayıtdı. Mülkədar qadın görür ki, iti başqa cür yolu yoxdur, bunu aparıb çayda boğmaq lazımdır. Kim bunu eləsin? Bunu Gerasim deyir ki, bunu mən eləyəcəm. Nəsə, iti götürür, minir, aparıb iti boğmamışdan əvvəl itlə bir dənə yemək yeyir. Nə bilim, məhəbbət göstərir, sığal çəkir, oturur qayığa, itin boğazına bir dənə daş bağlayır, çayda Mumunu öldürür. Mumunu öldürəndən sonra qayıdır
veş-vüşünü yığır, qayıdır kəndə. Bu əslində Turgenevin anasını həyatında baş vermiş bir hadisədir. Bu götürür hekayə formasında bunu vəsf edir. Həmişə bunu oxuduq və nə hiss yarandı? Həyatında sevdiyi bir dənə bir canlı var idi. Onu da apardı, öldürdü. Öldürəndən sonra da kəndə qayıtdı. Yəni onu sən götürüb kəndə apara bilərdin də. Ancaq məhz onu öldürdü və o prinsiplə ki, başqası sevdiyimi öldürüncə mən onu öldürüm. Sən bunu bu tip əsəri oxuyandan sonra həqiqətən içində bir boşluq yaranır və beynivə gəlir ki, həyat puçdur, sevgi puçdur. Axırda sevgini sən öz əlinlə boğacasan. Səni sevənlərə çox bel bağlama, axırda sənə xəyanət eləyəcək və yaxud da ki, sən o sevgini məhv eləyəcəksən. Bütün, yəni həyata olan eşqin ölür və sən orada ideal və bənzəyə biləcəyin bir şəxs tapa bilmirsən. Rus klassikası bu cürdür. Orada bir normal adam tapmaq olmur ki, sən deyəsən ki, mən bunu bir dənə uzağı bir qəhrəmanlar olub, İvan Duraçok, o da ki, belə Duraçok olub. İndi soruşsun deyəcək ki, başqa içinə yoxdur da. həyatın reallığını Paradoksal yazmışsın da. şəxsləri, ona görə deyirəm ki, müəllim, hər düzü yazmaq mı olar? və Şeir deyil. sən ümidi Yox, sən Qəşəngdir. ümidi orada sən xofu göstərdin də, sən bədbinliyi göstərdin. Ancaq həyat bu cür deyil axı. Bəli. Həyatda gözəl örnək istəyir. İnsan o kitabı oxuyandan sonra, o çıxışa qulaq asandan sonra yaşama gücü istəyir səndən alsın. Ancaq sən Mumu kimi əsəri oxuyandan sonra elə boynuna ip bağlayıb gedib Xəzər dənizində özü Kitab sonda insan ümitsizləməməlidir. etməməlidir. Və növbəti xüsusiyyətlərdən 7-ci xüsusiyyətdə, düzdür? 6 dənə dedik. 6 dənədir, bu da 7. Ora xahiş edirəm. Nə yazaq? Yəni kitab insanı bədbin etməməlidir, insana yaşam eşqi verməlidir, insana güc aşılamalıdır və o kitabdan sonra sən reallığı olduğu kimi görməlisən. Sən məsələn Mumunu oxuyandan sonra sən həyatı ancaq qara görürsən. Bir də Ancaq həm öz rəngi, öz çalarlarında görməlisən. Həyatı qurub yaradanlar bu günə qədər texnologiyanı, ixtiraları, həyatı qara yox, ağ görənlər olub. İnsan həyatı qara görsə, özünə durub bir stəkan çay da süzmür heç. Cübbədüz. Bunu da söz yazmayın, sadə deyirəm də. Kitab hədəf deyil, oxumaq. Kitab vəsilədir, vasitədir. Kitab oxumaq üçün kitab oxumamalıyıq. Kitab bizim ali hədəfimizə xidmət etməlidir. Eynən. Sağ olun, sağ olun, sağ olun. Təşəkkür edirəm, çox sağ olun, dəyərli fikirləriniz üçün. İnşallah izləyicilərimiz də nəticə çıxararlar. Təşəkkür edirəm hər birinizə bizi dinlədiyiniz üçün. Sağ olun, salamat qalın.